Sizi salam. Bu gün maraqlı bir həndəsə sualına baxırıq. Deyir ki, Z və Q çevrələri A və B nöqtələrində kəsişir. Baxın, bu bir Z çevrəsidir, bu da bir Q çevrəsidir və kəsişmə nöqtələri də A ilə B-dir. Deməli, çəkdiyim şəkil tam olaraq da doğru görünməsə də, yəni düzgündür. Yəni şərtə uyğundur. P və Q nöqtələrin, onların mərkəzlərindən keçən düz xətt Z və Q çevrələrini müvafiq olaraq Q və P nöqtələrində kəsir. Deyir ki, bu nöqtələr AB xəttinin eyni tərəfində yerləşir və Q nöqtəsi AB-yə P nöqtəsindən daha yaxındır. Sonra bunun da bir beta çevrəsi deyirəm indilik. Beta çevrəsi AB xəttinin P və Q ilə eyni tərəfində yerləşir. AB parçasına D nöqtəsinə toxunan və Q çevrəsinə T nöqtəsinə toxunan PD düz xətti, beta deyirəm. Beta və Z çevrələrini yenidən müvafiq olaraq K və L nöqtələrində kəsir. K və L nöqtələrində kəsir. İsbat edin ki, QTK DT ilə bərabərdir. Bunun iki dənə soluşunu var. Gəlin ikisinə də birlikdə baxaq. İndi baxın, deməli, məsələnin ümumilik şərtini qoruyaraq, burada da istifadə edək ki, D nöqtəsi fərz edək ki, A-ya B nöqtəsindən daha yaxındır. Və bu zamanda M və Z dairənin AB qövs, yəni M nöqtəsi, Z dairəsinin, baxın, Z dairəsinin AB qövsünün orta nöqtəsi olsun bu M. Arximed lemmasına görə, Arximedin 15 dənə lemmasından ibarət kitabı var. Onun internetdə araşdırsanız çıxır. Arximed lemmasına görə TDM doğrusaldır. Yəni eyni düz xətt üzərindədir, eyni xətt üzərindədirlər. Digər tərəfdən də qüvvət teoremidir bu çevrədə. DA ilə DB-nin hasili, DT ilə DM-in hasilinə, DA ilə DB-nin hasili, DP ilə DL-in hasilinə bərabərdir. Və buradan da DA DB bərabər olduğuna görə ikinci hissələrdə bir-birinə bərabər olmalı. Yəni LH hissələr də bir-birinə bərabər olduğundan bu çıxır. Və biz buna əsasən deyə bilərik ki, LTPM sayklikdir. Və buradan da onun çevrəsini çəkmişik, LTPM-in. Buradan da deyilir ki, TLK ilə TMQ bərabərdir. İndi bu betadır. Beta çevrəsi Q-yə toxunduğuna görə toxunan bilirik ki, həm toxunduğu yeri, yəni yarıya da bölmək xüsusiyyəti var. Ona görə TK ilə TQM də bərabərdir. LTK və MTQ üç bucaqlarında iki cüt bərabər bucaq olduğuna görə bu bucaqlar da bir-birinə bərabər olur. Və buradan da baxın, bu isbat bitir. İkinci soluşumludur ki, deməli, çevrə üzərində Q-yə qarşı M nöqtəsi götürürük ki, Arximed lemmasına görə, baxın, bayaqki kimi MTD yenə doğrusaldır, eyni xətt üzərindədir. Həmin lemmaya görə AB və DL nöqtəsində Z və Q dairələrinə toxunan MÜ dairəsi mövcuddur. QMÜ deməli, bir də beta deyirəm. Beta radikal mərkəzi X. Radikal mərkəz haqqında da paylaşacağım. Radikal mərkəzi X olsun. AB düz xəttinin müvafiq olaraq T və L nöqtələrində çəkilmiş toxunanların kəsişmə nöqtəsidir. Buradan da bayaq da dedik də XL, XT, XD bərabərdir. TD-nin deməli bucağının çevrə mərkəzində bunların hamısı 90 dərəcədir və burada Thales teoreminə görə də QTM-də, baxın, QTM burada 90 dərəcə çıxır. Və burada da yerinə gətirib qoyanda yenidən bərabərliyi alırıq. Thales teoremi baxın bu şəkildədir. AC əgər diametrdirsə, onda B çapının çəmbər üzərində bir nöqtə isə o zaman B-dəki açı dik açıdır. Niyə? Çünki bilirik ki, 180, yəni dairə 180 dərəcəyə bölür də diametr, dairəni iki hissəyə bölür. Yəni bu qövs 180-dir, bu da daxil çəkilmiş bucaq olduğuna görə 90 dərəcədir. Yəni asandır, amma bu Thales teoremi adlanır. Və burada deməli, QTM-in 90 dərəcə olmağı oradan gəlib çıxır. İndi radikal aksisə də baxaq. Evanşelinin radikal aksisə baxaq. Radikal aksis nədir? İki dairə üçün elə nöqtələrinin həndəsi yeridir ki, həmin nöqtədən bu iki dairəyə çəkilib toxunan parçaların uzunluqları bərabər olsun. Bunu power of point ilə də demək olar. Yəni dairələrin power of point eynidirsə, bu zaman o nöqtə radikal oxun üzərində yerləşir. Baxın, radikal oxu həmişə düz xəttdir. İki dairələrin mərkəzlərini birləşdirən düz xəttdə perpendikulyardır.
Əgər dairələr kəsişərsə, radikal oxu onların kəsişmə nöqtəsindən keçir. Toxunarlarsa, radikal oxu toxunma nöqtəsindən keçsən perpendikulyardır. Radikal mərkəz üst dairənin radikal oxlarının kəsişdiyi nöqtədir. Baxın, bu da radikal aksə uyğun şəkillərdir. Və bu da bu sualın isbatı idi və bu da final tipli bir sualdır, həm də çox maraqlı bir sual idi. Sualın PDF-ni, həm həllimin PDF-ni, həm də şərhlədiyim lemmaların, teoremlərin PDF-ni ictimai hissədə paylaşacağım.